Salam değerli izleyiciler, Mart ayının 6'sı 2026-cı il. İran 6 günə 12 ölkəni hədəf alıb və hücum xəritəsini diqqətinizə çatdıracağım. Burada üstəgəl işarəsinə vurub kanalımıza abunə olun, canlı yayımlarımız da burada olur. Değerli izleyiciler, 28 fevral tarixindən etibarən İsrail və Amerika tərəfindən İrana qarşı başladılan koordinasiyalı hərbi əməliyyatlar fonunda yaxın şərqdə gərginlik sürətlə artmaqdadır və son 6 gün ərzində İranın zərbə endirdiyi ölkələr Bəhreyn, İraq, İordaniya, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Kipr, Azərbaycan və Türkiyə. Demək olar ki, hamısı müsəlman dövlətləridir. Həmin bu İslam Respublikasının zərbə endirdiyi dövlətlər. Deməli, Azərbaycana martın 5-də zərbə endirilib, Naxçıvan Beynəlxalq Hava Limanı dron hücumu olub və İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb və 4 mülki şəxs xəsarət alıb. Türkiyə Milli Müdafiə Nazirliyi İrandan ölkənin hava məkanına doğru hərəkət edən ballistik raketin zərərsizləşdirildiyini açıqlayıb. Məlumata görə raket Şərqi Aralıq dənizində yerləşən NATO hava və raketdən müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib. Növbəti müsəlman dövləti İraqdır. İran qərbində yerləşən İraq ərazisinə də hücumlar həyata keçirib. Raket və dron zərbələrinin əsas hədəflərindən biri Ərbil beynəlxalq aeroportu olub. Deyə bilərsiniz ki, bəzi ölkələrdə Amerikanın bazaları var, amma bizdə ki yoxdur. Növbəti ölkə Qətərdir. Qətər də İranın zərbələrinə məruz qalan qonşu ölkələrdən biridir. Burada İran Amerikanın yaxın şərqdəki ən böyük hərbi bazası olan Əl-Udeyd hərbi baza hava bazasını və Ras Laffan sənaye zonasını və Mesaid enerji infrastrukturunu vurub. Digər hədəf Birləşmiş Ərəb Əmirlikləri Əl-Dafra hərbi bazası, Abu Dhabi və Dubay ətrafı bəzi hədəflər, Cəbəl Əli limanı və digər obyektlər İran dron hücumuna məruz qalıb. Həmçinin Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı və s. Yəni, bax, bu İslam Respublikasının 6 gün ərzində hücum elədiyi 12 ölkə var, dəyərli izləyicilər. Və bu xəbəri hər birinizdən paylaşmağı rica edirəm.